Bax, orada oturublar. Onlara tapşırılıb ki, Fəzil İbn Səhli öldürsünlər. Öldürsünlər. Bəli. Amma əgər xəyanət etsəz, ya qaçsaz, ya bacara bilməyib məğlub olsaz, onda əmr edəcəyəm ki, arvad uşağınızı qulqaravaş eləsinlər. Salam olsun Əmir əl-Möminin Məhəmməd Əminə. Əskərəm, sizin fədainizəm. Necə bilirsən, Xorasanı bizə tabi eləyə bilərsən? Mən bu işi sizdən qabaq mərhum atanız üçün də görmüşəm. Yaxşı. Bırakın məni! Bıraxın onu. Bunu görürsən, bir saat bundan əvvəl müşavir idi. Amma indi mənim dustağımdır. Sənin günahın neydi? Heç. Nizəni atıb xəlifənin sevimli sırğalı balığını öldürdüm. O da işlənib məni saldı bura. Sırğalı balıq? Bəli. Sırğalı balıq nədir, hə? Səni burada görməsəydim, elə düşünərdim ki, yalan deyirsən. Sırğalı balıq. Bundan əvvəl eşitmişdim ki, Bağdad səfalı yerdir. Amma indi görürəm ki, divanələr şəhəridir. Ey dadi bidad. İndi neyniyim? Yoldaşım şəhərin kənarında məni gözləyir. Allaha təvəkkül. Heç bilmirəm başıma nələr gələcək. Amma mən bilirəm başıma nə gəlib. Ölüb. Biz belə danışmamışdıq. Deyir, əgər bacarmasaz arvad uşağınızı qulqaravaş eləyəcəyəm. Bəyən biz dəliyik? Siz mənə inanın. Mən söz verirəm ki, elə şey olmayacaq. Onlar heç bir haksızlıq görməyəcəklər. İnanırsınız? Sən belə deyirsən, xəlifə də elə. Sərdar, icazə ver qoy son sözümü deyim sənə. Bu işi görməyə heç bir imkan yoxdur. İndi özün bilərsən, nə istəyirsən elə. Son sözünüz budur? Bəli. Bəli. Gözətçilər. Xəlifənin göstərişidir. Nə bilmişdiniz? Gedin bu iki axmağın arvad uşağını gətirin bura. Yaxşı. Biz razıyıq. Burada durmayın. Gedin. Gedin. Kesin içəri. Gedin. Burada dayanmayın. Gedin. 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 Gedin.
Qulaq asın. Bu təzə gələnlər sizin ixtiyarınızdadır. Yazığınız gəlsə öz yeməyinizdən verib onları ölümdən qurtara bilərsiniz. Ya da qarışmayın, qoy ölsünlər. Hər halda canları sizin əlinizdədir. Əmir əl-Mömininin xəzinədarı lazım bilmir ki, xəlifəyə qarşı çıxan dustaqların yeməklərinə, çıraqlarına pul xərclənsin. Heç kimi qoymayaq bura girsin. Buraxın içəri. İçeri olmaz. Çıkın bayrağa. Olmaz içeri. Bayrağa. Eşitmişsiniz dedim ki içeri olmaz. Koymayın onu içeri. Olmaz. İçeri olmaz. Bayrağa. Bayrağa. İbn Əqil. Çekilin! Çekilin! İbn Əqil! İbn Əqil! Bura gel! İbn Əqil! İbn Əqil! Sen buradan inirsen, Mədiniyə getməmisən? Yolda hücum eləyib tutdular bizi. Bəziləri canı qutara bildi. Amma biz qaça bilmədik. Əsir düşdük. Kapıları bağlayın. Geçin içeri. Geçin. Alçaq! Müftəxor! Boğaz ortağı! Xanımın hardadır? Sənin yoldaşının yanında. Mənim yoldaşımın? Bəli. Gördüm ki, tələsi gözünü bizə yetirib, arvadımı özü ilə apardı. Əminsən? Bəli. Öz gözümlə gördüm və ürəyimdə ona afərin dedim. Allah kömək olsun ki, rahat elədi məni. Afərin Gülnaz. Afərin igidliyinə. Doğrudan şir ürəklidir. Gəl, yaxın gəl. İstəyirəm səni bir nəfərlə tanış edeyim. Əvvəl onu deyim ki, bundan qabaq xəlifənin müşaviri olub. Müşavir hara, zindan hara? O neyniyib ki? Özünü Əmir əl-Möminin və Rəsulullahın xəlifəsi sayan o ağılsız heyvərədən elə sözlər danışır ki, indiyəcən nə eşitmirsən, nə də görmüsən. İgidlər və mərdlər şəhəri olan Bağdad nağıllarda qaldı. Bura indi divanələr, sərsərilər şəhəridir. Onunla danışmaq istəmirəm. Xəlifənin çörəyini yeyib, müşaviri olan adam elə onun kimi zülmkardır, günahlarına da şərikdir. Səhv eləmə İbn Əqil. Bu onların tayı deyil. Gəl, yaxın gəl, özün danış, gəl. Danışığından mərd adam oxşayırsan. Sən Ələvilərdən deyilsən. Ələvilər? Nə danışırsan kişi? O Mədinədə Əbülhəsənin... Əmir, İgid, sən Əli ibn Musa Rizanı görmüsən? Görmək? Əmir, Amma mən görmüşəm. Bilmirəm
necə deyim, ancaq mən görmüşəm. Görmüsən? Bəli. Bəli, görmüşəm. Günəşi gördüyüm kimi görmüşəm. Böyük xatunla Hicaza getmişdim. Mən miskin bir nökər idim ki, bir neçə başqa qulla birlikdə Zübeydənin kəcavəsini daşıyırdıq. Və onu Allah evində təvaf etdirirdik. O qızmar istidə təkbir və həmd sədaları altında qəflətən Əbüləsən Əli ibn Musa Rizanı gördüm. Qara saçlarına yaraşan ağ əbada Babəl cənnətdən daxil oldu. İlahi, mən hansı qibləyə üz tutmalıydım? Kəbənin surətinə, yoxsa Rizanın surətinə? Allahın yerə nur saçan parlaq günəşi idi. Bu parlaq günəş Zübeyrənin yanan çırağını söndürdü. Ona yetişib salam verdim. Salamımı aldı. Mehribanlıqla əlini başıma çəkdi və uzaqlaşdı. 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 Nə olub? Heç nə. Yuxum gəlmir. İstəyirəm sənə üzrxahlıq eləyəm. Məni bağışla, qardaş. Mən yaxşı iş tutmamışam. Eybi yoxdur. Ged yat. Ged. Başa düşə bilmirəm. Sən belə pak qəlbinlə o zalıma necə xidmət eləmisən? Taleyim çox bəd imiş. Axmaqlıq. Əli ibn Musa Rizanı görəndən sonra Allah Peyğəmbərinin canişininin şəninə bir şeir oxudum. O vaxt vəliyyət olan əmin elə bildi ki, onu tərifləyirəm. Dərhal məni həm piyalələrinin sırasına qatdı. Mən divanədə razılaşdım. Ey kaş ki elə o vaxt qaçıb gedəydim və o alçağa boyun əyməyəydim. İndi bilmirəm, bir saatdan sonra sağ qalacam ya yox. Səni cəllada tapşıra bilərmi? Bəli, mümkündür. O məni özünə hətta vəliyyət də təyin eləyə bilər. Ondan hər şey gözləmək olar.
bu şəhərə qədəm qoyduğum andan bilirdim ki, cinayətkarlar, xainlər özlərini Peyğəmbər qəbrini zəvvarı kimi göstərəcək və siz Mədinəlilərin evlərinə gəlib məskən salacaqlar. Bir söz demirdim. Çünki sizlə yola getmək istəyirdim. Amma yavaş-yavaş iş o yerə çatıb ki, bu şəhər xəlifə düşmənlərinin yuvasına çevrilib və elə bir gün olmaz ki, onların bir dəstəsi qohumunuz adı ilə evlərinizə gəlib məskən salmasınlar. Bilmirəm, niyə bu qonaqpərvərlikdən əl çəkmirsiniz? Neynəmək istəyirsiniz? İstəyirsiniz xəlifənin bütün düşmənlərini bura yığasınız? Çaxlaşma salmaq istəyirsiniz? İstəyirsiniz ki, məni xəlifə səhlənkarlıqda ittiham eləsin? Bunu istəyirsiniz? Hamısını bir-bir tanıyıram. Tutun onları. Heç kimin ixtiyarı yoxdur evində yadlara yer versin. Yalnız öz qohumları gələ bilərlər. Əgər kimsə bu əmrə tabi olmasa, elə toy tutacam ki, özü köməyə möhtac qalacaq. Yaxşı, indi deyin görüm, sizlərdən bu didərgin avaraları tanıyan, onlarla qohum olan var ya yox? Bax belə. Bu fərari caniləri qovub şəhərdən çıxarın. Dayanın. Mən sizin şəhərdə olan hörmətinizdən xəbərdaram. Lakin hökmü vermişəm və ondan dönmək fikrim yoxdur. Məyər siz mənim hökmümü saymaq istəmirsiniz? Yox, mən sən deyəni eləyəcəm. Onlar mənim yaxın adamlarımdır. Sizlərdən kim mənim yaxınlarımı qonaq qəbul eləyər? Mən hazıram. Mən də. Mən də hazıram. Mən də hazıram. Mən də hazıram. Səbr eləyin. Mən eşitmişdim ki, siz heç vaxt yalan danışmırsınız. Amma indi görürəm ki... Mən yalan demədim. İndi dediniz ki, bunlar mənim yaxınlarımdır. Demədiniz? Amma eşitdi. Düzdür. Yaxşı, deyin görək. Onlar sizin nəyinizdir? Mənim qardaşlarımdır. Qardaşlarınız? Bu cinayətkar avaralar sizin qardaşlarınıza oxşamırlar axı. Sən səhv edirsən. Gedin qardaşlar, bırakın onları. Yox, qoymaram, bırakmayın. Sübutun nədir? Sübut elə ki, bunlar sənin qardaşlarındır. Sübut istəyirsən? Bəli, sübut elə əl çəkim. Allah Teala buyurub, bütün müminlər qardaşdırlar. Allah kəlamından da güclü sübut istəyirsən?
Ərz elərəm. Ay camaat, eşidin və eşitdiklərinizi bilməyənlərə çatdırın. Məzlum Xorasanın qatı düşməni, lənətə gəlmiş Rafi İbn Leysi, nəhayət ki Hərsəmə İbn Əyən və Tahir İbn Hüseyn zəlil və əsir eləyib, qolu bağlı halda birazdan bura gətirəcəklər. 1-2 saata onu şəhər darvazasından Mərvə varid edəcəklər. Hazır olun, cəsur və qəhrəman sərkərdələri canı dildən qarşılayasın. Fəzil? Nə olub bu şəhərdə? Kim icazə verib ki, car çəksinlər? Mən icazə verdim. Nəyə görə? Belə danışmamışdıq. Ərz edərəm. Elə bilirsən düz iş görüb Rafeynin tutulmasını bu boyda şişirdib, cəmaata kösnağara ilə xəbər verirsən və məcbur edirsən ki, Hərsəmə ilə Tahiri qarşılasınlar? Əgər bir an icazə versəz, Qulaq as Fəzil. Səninlə ciddi söhbət eləməliyəm. Müəllimim olmusan və səni çox istəyirəm. Düzdür. Mənim vəzirimsən, müşavirim və köməkçimsən. Burası da düzdür. Amma istəmirəm mənim qurucu adım hakim olsun. İstəmirəm ki, cəmaat məndən qorxub ancaq rəsmi məclislərdə mənə etiram eləsin. Mən istəyirəm bütün işlərə şəxsən nəzarət eləyəm və hər şey birbaşa mənim göstərişimlə olsun. mən də elə bunu istəyirəm. Əlbəttə, mühüm işlərdə məsləhətləşəcəyəm. Hətta mümkündür bəzi işləri sənə tapşıram. Amma öz vəzifəmi əldən verə bilmərəm. Axırıncı dəfə deyirəm, bütün işlər mənim istədiyim kimi cəryan eləməlidir. Vəssalam. Oldu? Bəli, amma Əmirzadə, mən Onda mənim adımdan göstəriş ver, carçı səsini kəssin və qarşılanma mərasimi ləğv olunsun. Rafeni sakitcə huzuruma gətirsinlər. Əmirzadə, axı mühüm bir iş çıxıb. Əmirzadə! Sərvərim mənim, bir an icazə verin. Ölüm itim söhbəti var. Sizin gələcəyinizin məsələsidir. Vəziyyət böhranlıdır. Təhlükə bir addımlığınızdadır. Biraz qabaq Rəca İbn Zəhhak xəbər gətirdi ki, sərkərdə Əli İbn İsə ibn Mahanın başçılığı ilə böyük bir qoşun Bağdaddan çıxıb Bərvə tərəf yola düşüb. Deyirlər qoşunda 70 min nəfər əskər var. Bu qədər qoşun nə məqsədlə hazırlanıb? Fikirləri nədir? Nə hədəfləri ola bilər? Bu xəbəri eşidəndə icazə almağa vaxt tapmadım. Fürsəti fövtə verməməliydim. Hərsəmə və Tahirin gəlişindən və Rafi İbn Leysin əsir düşməsindən yaxşı istifadə eləməliydim. Əgər şəhərə səs-küysüz daxil olsaydılar, iş işdən keçərdi. Sən əminsən? Bəli, sərvərim. Sərhədçilərdən biri xəbər gətirib. Fikirləşdim ki, cəmaatın ovqatını qaldırmaq üçün bu yaxşı fürsətdir. Cəmaatı təhrik eləyib onlarda qələbə əhval-ruhiyyəsi oyatmalıyıq və belə bir ordunun gəlişi haqda onlara o vaxt xəbər verməliyik ki, zəfər şərbətindən məst olsunlar və bu xəbəri eşitməyə tam hazır olub qorxmasınlar. Sizin əmrinizdən çıxmağının səbəbi bu idi. İndi əgər cəzaya layiqəmsə, əmr verin. İlahi, mən necə də axmağam. 1000 dəfə özümə söz vermişəm ki, tələsməməliyəm. Amma bu xoşa gəlməz xislət məndən əl çəkmir ki, çəkmir. Gör özümü necə də ələ salıb pis və axmaq vəziyyətdə qoyuram. Fəzil, məni bağışla. Səndən üzr istəyirəm. Siz heç kimdən üzr istəməməlisiniz. Haqq həmişə sizinlədir. Hətta əgər saray adamları öz günahları üçün mənim kimi bəhanə gətirsələr də. Mən şəkk eləmirəm ki, İsa ibn Mahan müharibə və qırğın məqsədi ilə gəlir. O, ya sizi öldürmək fikrindədir, ya da istəyir ki, sizi əsir alıb özü ilə Bağdada aparsın.
Esaret ve ölüm? Bizim səmimi mektubumuzun cevabı bu idi. Meğer biz itayet ve sadakatimizi bildirmedik. Bəs niye? Fəzil, indi neyləməliyik? Mənim zehnim qarışıb heç nə fikirləşə bilmirəm. Hər bir hakimin igidliyi odur ki, cemaatı öz qələbəsinə tam xatircəm eləyə bilsin. Bu da o vaxt olur ki, qələbəsinə özü inansın. İndi özünüzü heç sarsıtmayın. Möhkəm, mətin olun. Rafi İbn Leysi sizin huzurunuza getirirler. Sözsüz ki o sizden aman isteyecek. Siz onu əhv eləyin və xoş sözlərlə mərhəmət, böyüklük və alicənablığınızı hamıya nümayiş etdirin. Bu elə bir iştir ki, ona böyük ehtiyacımız var. Sonra Rəca İbn Zəhhak gələcək və Bağdaddan belə bir qoşunun gəldiyini xəbər verəcək. Sözsüz ki, İsa İbni Mahanın adı çəkilməyəcək. Çünki o əvvəllər Xorasanın hakimi olub və burada çox qan töküb. Cemaat ondan bərk qorxur. Siz də ad çəkməyin, amma qəzəblənib əhdi pozanlara lənət göndərin. Elə qüdrətli və inamlı danışın ki, heç kimin qəlbində qorxu oyanmasın. Cemaatın öz hökmüdarından gözlədiyi də məhz güc və qüdrətin səxavət və kəramətlə birgə təzahürüdür. Fəzil, bilirəm ki, vəziyyətim çox ağırdır, çünki bizim güclü qoşunumuz yoxdur. Səncə bu gidişlə bizi nə gözləyir və bizim aqibətimiz necə olacaq? Hamımızın gələcəyi sizin zirəkliyinizdən asılıdır.
Hə, Hərsəmə. Bu adı dillər əzbəri olmuş kafiri necə oldu ki, əsir götürdün? Böyük Əmirzadə, elə ki qoşununu məğlub elədik, qaçıb qoca bir qarının daxmasında gizləndi. Onu tutub huzurunuza gətirdik. Zəmanənin üzü qara olsun, ovçu onu tələyə salmış ovundan pənah istəyir. Həqiqətən təəccüblüdür ki, qiyam bayrağı qaldırıb tuğyan edən, qanı sel kimi axıdan namərdlər, hökumət sərkərdələri ilə üzləşəndə qaçıb qoca qarının daxmasında gizlənirlər. Mənə bax, igid, sən buna necə razı oldun? Niyə başqaları kimi igidlik göstərib vuruşmadın? Məyər ölüm belə ağır idi ki, bu cür alçaqlığa yol verdin? İndi görüm, nə istəyirsən? Mənə minnət qoyub əmr elə ki, başımı bədənimdən ayırsınlar. Artıq mən belə yaşamağa dözə bilmirəm. Öldürüm səni? Ölüm sənin üçün bahalı hədiyyədir. Əgər ölüm istəyirdinsə, niyə döyüşdə vuruşub mərdliklə həlak olmadın? Böyük xəlifənin mərhəmətinə və güzəştinə ümidvar idim. Məyər mən həqiqətdən başqa nə dedim ki, ümidin qırıldı? Nökərlərinin məntiqsiz sözlərinə inanmısan və həqiqətdən uzaq düşmüsən. Bil ki, mənim qılıncım heç bir uşağın, qadının qanına batmayıb. Heç kim məndən və mənim qoşunumdan əziyyət çəkməyib. Belə deyil, Sərdar. Danış, Sərdar. Yalan deyirəm. Danış. Düz deyir. Unutmayın ki, əsəriniz olsam da, acı sözlərinizlə mənim qəlbimi yaraladınız. Məyər din və məzhəbinizə bu günah sayılmır? Gəl bir-birimizi düz başa düşək. Mən sənin qanından keçirəm, sən də mənim günahımdan. Ədalətli deyil. Nə deyirsən? Yox. Niyə yox? Bəs abrımı necə qaytarım? Mənim üzr istəməyim abrını qaytarmır. Allah hamımızın günahını bağışlasın. Yox, Rafi ibn Leys, sən bağışlamalısan. Mən bağışladım. Mən də sənin qanından keçirəm. Əlbəttə, məsuliyyətimə görə səni bir müddət nəzarət altında saxlamalıyam. Çünki alışdırdığın alovu söndürmək üçün Hərsəməyə vaxt lazımdır. Eşitdin? Bəli. Tezliklə bütün bu söz-söhbətlərə son qoy və mənim əmrimi gözlə. Başdı, ey əmir. Get. Açın. Ərzim var, hökmedar. Rəca, niyə icazəsiz daxil olursan? Üzr istəyirəm. Ölüm dirim söhbəti var. Elə indi xəbər çatdı ki, böyük bir ordu müharibə məqsədi ilə Bağdaddan Xorasana hərəkətə başlayıb. Bağdaddan? Nə məqsədlə? Qasidlərin dediyinə görə əmr edilib ki, Mərvə hücum edərək
Böyük Əmirzadəni əsir götürüb qolu bağlı Bağdada aparsınlar. Mənim qolumu bağlasınlar. Belə məlum olur ki, axmaqlar qardaşımı ələ alıb qulağını boş-boş sözlərlə doldurublar. İndi hamınız eşitdiniz ki, mən bu kişiyə nə dedim. Məyər mən dediyimə tam arxayın olmadan bir söz deyə bilərəm? Allah şahiddir ki, lazım gələrsə son nəfəsimə qədər vuruşaram. Və əgər nə vaxtsa ölümlə üz-üzə gəlsəm, Ali ibn Əbi Talib kimi Hüstü bir Rəbbil Kəbə deyərəm. Qardaşımı məni öldürməyə təhrik edən nadan çox yaxşı bilir ki, istəsəm xilafətdə bütün hakimiyyəti ələ keçirirəm. Əmin unudub ki, mənim əynimə biçilmiş hakimiyyət donu başqasına geyindirilərsə gen olacaq. Baxmayaraq ki, mən bu donu əynimə geymək fikrində olmamışam və heç vaxt nə gizlidə, nə də aşkarda hakimiyyətdən danışmamışam. Amma hamıya bəllidir ki, hakimiyyət aşıq məşuqunu sevdiyi kimi mənə yaraşır. Allah şahiddir ki, əgər hakimiyyət istəsəydim, Əminə fikirləşməyə belə macal verməzdim və bir anda onu yerlə yeksan edərdim. Amma neyniyim ki, əhdimi pozmuram. Atam Harunun sözünə hörmət edirəm. Verdiyim andın kəffarəsindən qorxuram. Üstümə qoşun göndərirsiniz. Vay o gündən ki, mənim torpağımda müsəlman qanı tökülsün. Həmin gün həyatınızın sonu olacaq. Ya əmir, icazə verin Abbasi xanədanının böyükləri kimi biz də hərəkətə gələk və müsəlmanların qanı tökülməmiş tədbir görüb onların qurduğu bu hiləni dəf edək. Yox isə müsəlmanları qorumaq mənim borcumdur. Əhdi pozanların qanı töküləcək. Səhv addım atan adamlar gərək öz cəzalarını alsınlar. Eşidirəm. Vəzir Əzəm, İsa Cəludi, Əbu Yunis və İbni Əbu İmran tapşırıblar ki, bu məktubu gizlicə Bağdada çatdırım. Məktub? Dedim, bəlkə məktubu əvvəlcə sizə göstərsəm yaxşı olar. Ver baxım. Sən sədaqətli adamsan. Ona görə də mükafatın mənim boynuma. Apar çatdır. Baş üstə sərvərim. Dayan. Səndən etibarlı qasid tapa bilmərəm. Hər ikisini apar. Bu Əmirzadə Məmunun öz qardaşı Əminə yazdığı məktubdur. Əgər bu üç əbləhə cavab gətirsən, əvvəlcə mənə göstər. Nankor xainlər.
nankör xainlər. Əminə yaltaqlanıb İbn Rəbidən hal əhval tuturlar. Özləri də çalışıblar bizim xəbərləri onlara çatdırsınlar. Bu xəyanət deyil. Saray xəyanəti təzə şey deyil. Düz deyirsən, amma belə bir vaxtda yox. Necə vaxtda? Heç nə. Heç nə. O qədər acıdı ki, hətta dilinə gətirməyə belə cürət eləmirsən. Düzünü de. Nədən nigaransan? Əmin üstümüzə böyük bir qoşun göndərir. Qardaş qırğını? Bəli, Məyər sənin istədiyin bu deyildi? bəli. Amma belə tez yox. Özümə qoşun hazırlaya bilməmişəm hələ. O döyüşdə biz qalib gəlməliydik. Və bu ilk addım olmalıydı. İndi isə Qalib gəlməyəcəyik. yox, gəlməyəcək. Mən ona dedim ki, qalib gələcək, amma yalan dedim. Ona dedim ki, soyuqqanlı ol. Dedim ki, özünü qüdrətli göstər. O da uşaq kimi mən deyənlərin hamısını elədi. Amma yalan dedim. Mən məmundan çox qorxmuşam. İşin sonu qorxudur məni. İsa İbni Mahanın 70 min nəfərlik ordusu var. Amma biz Tahir İbni Hüseyni 5 minlik qoşunla onun qabağına göndəririk. Çətindir Azər doğdu. Çətindir. Rəhbərlik həmişə çətindir Fəzl. İllah da ki, arzusunda olasan və tədbirlə ələ keçirmək istəyəsən. Əgər bu döyüşdə qalib gələ bilsək, işin sonrası elə çətin olmaz. Niyə? Olacaq. İsa İbni Mahanın adını belə cəmaatdan gizlətmişik. Bu yerlərin əhalisi qoşundan çox onun adından qorxurlar. Əgər bilsələr ki, onların üstünə kim gəlir, heç kim əlinə qılınc almaz. Hətta mümkündür ki, hamımızı qolu bağlı ona təslim eləyələr. Bəlkə əksinə oldu. Vücudlarını qorxu bürümüş adamlar daha güclü olurlar.